Hadi ne danışsan? Ayı var idi, bir dənə kəllə attın qaçdı. Ama orada 2 dənə lülə, 2 dənə dikə gəlirəm. Gəlirəm. Selamun aleyküm güzel insanlar. Selamun aleyküm. Gedirik inşallah. Hara? Ama Lənkərana. Gedirik Lənkərana. Lənkərana çoxdan getmirəm. Axırıncı dəfə hardasa bir 6 il zadı var getmişəm. 6 il getdirim mən qabaq. Nəsə dəyişi var oralarda, Ramon. İnşallah gedərik, görərik. Bilməm nə dəyişir, nə dəyişməyib. Amma bilirəm ki, Lənkəran girişindəki o son var idi. Oraya üçün çox darıxmışam. Oradakı abu-hava üçün. İnşallah gedirik. Hər şey, bütün çəkilişləri eləyəcəm. Qabağımızda nə çıxsa, nə maraqlı şeylər olsa eləyəcəm inşallah. Birinci asılavkamız bu hazal olan deyilən yer. Ciğərimiz yanır, bir çay içəm. Ramo, nə tərsən başda dənəm, nə tərsən? Allah. Mənə çay içirik, içməysən onu de. Çay içirik. Getdik, gedək çay içək, gedək görə bizə salyan yolunu, yəni ki buranı tanıyan tanıyır. Gedək biz çay içək burada. Sonra yolumuza davam edərik. Yaman uzaq yol gəlmişik. Nə bilim, bir 10.000 kilometr gəldik də yəqin ki də. Yorulduq çay içək. Yaman çox yorulduq. Gələ bir istəyən çay içək. Oturmuşuq çay içməyə. Burada çox bir maraqlı bir şey var. İndi mən buna əlimi bir dənə vursam cırsam. Neçə də 10 manat satdı da yəqin ki. İndi bunu əlimə vursam cırsam 10 manat pul verirlər. Yana görə yəni buna toxum vurub. Yəni bu qızıldandır. Ha, qızıldandır. İndi mən neyim? Bəlkə 1 manata toxunum buna belə. 1 manata toxunum. Andreya adım vereydim rahat ederdi. Hani bu başka variantı yok dedi. Dedi qıqış nəsə çəkir kamerayla. Dedim hə. Sağ olsun. Dedi onda get qardaş get. Yaxşı qurtardım yəni. Hamısı bizə nədir? Bax 40 ilə 30 dan sürəndə saxlayarlar da adamı. 40 ilə 30 dan sürərlər, onu da saxlayarlar. Və sağ olsun polis qardaş, nədən adı? Tanımlar bizi dedilər ki, məşhurdular. Nədən oldu yaxıncılardı. Nəsə buraxdı. Sağ olsun buraxdı. Gedirik yolumuza davam. Bu da Lənkəranın rəmzi olan simvolik samovarımız. Amma bura bağlıdır, içəri girmək istədik. Nəsə işləmir. Bağlıdır. Yəqin ki o restoranlar zatlardır içində, nəsə çayxanası zadı. Girməyə çalışdığınızda biraz buradan da atlanmaq da istəmirik. Ayıbdır. Gedirik üzü Xambulaq tərəfə, Xambulan tərəfə gedirik. Adını eşitmişəm düzü. Özün görməmişəm. Gedək, dilə maraqlı yerdə mənzərəsi var. Gedək görək nə var orada, nə var, nə yox. Hava yuxarı gedir. Həqiqətən də möhtəşəm mənzərədir ya, möhtəşəm mənzərədir.
Şaban müəllim, vəziyyət necədir? Yorulmamısan? Vəziyyət ağladır. Burada yorulmaq olar. Gözəlliyə bax. Mən bu Lamborghini gedir. Tokyo. Çox gözəldir, ağladır. Şuraya bax, gölə bax. Cənnət kimi. Havası çox təmiz, həqiqətən də hava möhtəşəmdir. Düzü səhər Bakıdan çıxanda hava soyuq idi. Bura biraz istidir, yaxşıdır. Amma özü axşama doğru getdikcə saat neçədəndir? 16, saat 4 saat. Axşama doğru getdikcə hava sərinləyir. Xanbulan yolunda bir maraqlı bir yer var. İndi çəkib göstərirəm sizə. Sağ olsun Elmir qardaşımız da buranın sakinidir. Dostumuz, qardaşımız bizi yol göstərir. Burada bir maraqlı pilləkan var, yuxarı qalxaq, görək nə də öyle. Burada maraqlı bir pilləkan var, nədir bu öyle? Bu sonradan düzəlib, yoxsa? Düzəlikdə 1-2 ildir bu. Maraqlıdır. Belə bir kafedir, nədir, restorandır. Hirkan teras. Hirkan teras. Gəldim. Mama burada pələng zad olmur. Bu nədir deyən görək. Zada indi sabahdan əlim ayağım ağrıyar. Görüntün gözəlliyinə bax. Abi. Bir qalxaq yuxarıda, biraz yuxarı qalxaq. Yaxşı görüntü yuxarıdadır. Qalxaq buradan pilləkanlarla yuxarı. Oy Allah, bunun nə qədər pilləkanı var. Yıxılmasam yaxşıdır. Ehtiyatlı ol. Buradan bir dənə Lənkəranımızın görüntüsü. Lənkəran möhtəşəmdir. Bu Xanbulan gölü də. Bu hara gedir? Bunun axarı var yoxsa elə? Evet. Axarı yox da bunun. Madəm yəqin dənizə zada gedir bəlkə. Yox. Orada balık zad tuturlar elə. Tuturlar, hə. Yaşanca akuma çıxır. Mənə bax, balina zad çıxır orada. İnşallah bir gün gəlirik buradan balıq tutmağa, balıq həvəskarıyam. Ay Allah, nəfəsim kəsildi. Oy. Ay Allah. Çok güzel görüntü həqiqətən də. Bura bizim Xanbulan gölümüz. Bunun məsafəsi nə qədərdir görəsən? Yəni məlumat var mı? Yox, o qədərini bilmirik. Dərinliyi zaten bilinir görəsən nə qədərdir. Burada yaşayanlar sırf yaşayan insanlar bilər. O da aşağıdır. Xəzər, onun neçə adı var? Xəzər yox, Hirkan teras. Bayaqdan oxuyuram. Bir dənə sağ tərəfdə görsələr yollardır gedir. Qalxır yuxarı. O yolun axırı gedir yəni. Kəndlərə gedir. Kəndlərə gedir, hə? Bəli, buranın kəndlərinə. Möhtəşəm görüntü, möhtəşəm hava. Süperdir. Ramo da xahiş elədi ki, məni gətirin bura. Mən indi eləmədim. Qəlbinə dəymədim, sağ ol. Qəlbinə dəymədim, gətirimdən dedi. Cavan dedirəm, gəlsin deyib, buraları da görsün. Həqiqətən su havası dəhşət təmizdir, çox təmizdir. Məsələn, Bakıda buradan maksimum qabağı 100 metr görərsən də. Burada 5 kilometr, 10 kilometr qabaqları rahat görə bilirsən. Hər şey gözəl, möhtəşəm. Kimlər gəlməyibsə, yəni məsləhət görürəm ki, bura gəlsinlər.
gözəl bir epizoddur. Buludların arkasından sanki günəş paylanmaq istəyir. Çox gözəl bir mənzərədir. En güzel yerlerden biri bura. Ramo! Orada 2 dənə lülə, 2 dənə dikə gəlirəm. Gəlirəm. Maraqlı bir yerdir. Siz də görəsiniz bunu. Siz bir dənə quşların səsinə diqqətlə qulaq asın. Çox sakitdir, həqiqətən çox sakitdir buralar. Yuxarı kəndlərə gedir deyəsən. Buradan aşağı düşmək istəmirəm. Bu nə bilim dağdır, təpədir, nədir bura? Bunun ətəyidir, qalxır yavaş-yavaş meşələrdən üzü yuxarı. Möhtəşəm. Burada bir quş səsi var, onu tuta bilmirəm. Nə quşudur elə? Bayaqdan onun səsini tutmaq istəyirəm. Kamera yandırandan sonra səsini kəsir. Səsi gəlir buradan hardansa. Sən nə danışsan? Ayı var idi, bir dənə kəllə atdım qaçdı. Kəllə atdım qaçdı. Həqiqətən də möhtəşəmdir, çox möhtəşəmdir. Möhtəşəm hava var. Soyuq da deyil, isti deyil, amma çox hardasa olar da bir 15 dərəcə zat istiliyi olar, 14-15. Möhtəşəmdir.
Azərbaycan belə yerləri çoxdur Azərbaycanda. İnşallah bir 10 gün, 15 günə də planda var Xınavağa getmək. Düz bir dəfə Xınavağa getmişəm. Hardasa bir 10 il zad bundan qabaq. Mən yenidən getmək istəyirəm. İnşallah gedərik. Bir 10 gün, 15 günə planda var Xınavağa getmək. Bayağı bu gölə düşmək istəyirəm. Yol tapa bilmirəm. Axır buradan var yol, buradan var. Buradan bir yer tapdıq. Düşür aşağı. Yox qardaş, mən kaskadör olmuşam, problem yoxdur. Bu ayaqlarım yaman əsir, bu adamdan qalx düş, qalx düş. Bu nə indir orada? Nasıl güzel böyle? Yorulmuyor. Yorulmayız qardaş. Kuşların səsini tuttum da orada. Kamera yandırıram. Kuşun səsi nədən oldu, kəsir. Bu da bizim gəlmək istədiyim göldür. Bir adam yol axtarırıq, tapa bilmirik. Düşək aşağı görək. Aşağıda ne var? Vallahi ayaqlarım əsir. Namazın ayaqlarım bizə necəsi? 2 dənə pilləkən qalxdım. Starı sinirə düşdü. Gəl bir dənə görüm qırağına düşərək. Bu aşağı şey verirlər, çayzad verirlər. Ha, verirlər. Bu gündə bu yolun istəmə qalxıb düşürlər. Öyle şüphe. Yolun istəmə qalxıb düşürlər. Yani burada şey yoktu, balık zat tutan yoktu. Olur mu? İşte biraz sola gel orada. Aileler var, otururlar. De buralar. Bir taraf. Telefonumu boyun bura atıyordum, telefon gitti. Telefonu tapamıyorum bak. Ya Allah. Ehtiyatlı ol. Saldım kadra. Biraz gavağa geçsin. Yavaş. Biraz gavağa geçsin. Buradan nerede bir yere zat koymuyorlar. Hoş geldi. Muhteşem. Muhteşem. Adam hepsine burada da otursun. Başka hiç istemiyor adam. Burası maraqlıdır ki, bax, necə buraları düzəltmə, burası ağaclar var da, gəl ağacları kəssinlər. Buralar məsələn qəşəng düzəldi, burada nəsə bir şey eləmək olardı. Biz lap şeye geldi ya, lap sert olan yere gelmiş ya. Başım bunun qıraqları hamısı belədir. Ha. İndi burada balaca tutma icazə verirlər. Qalaq verirdilər, indi bilmirəm. Məncə. Ama bakma ya, uşağlığımı yadıma salıram. Abi kırıldı böyle yani benim bir bəxtim var.